Artıq buraxılış imtahanlarına çox az bir müddət qalıb və imtahana düşə biləcəyi sual tiplərindən birinin izahına baxaq. Hansı cümlədə kimi qoşma deyil? Yəni bunun üçün biz qoşmanın amonimliyinə diqqət edirik. Qoşma həm əvəzli, həm də kimi həm əvəzli, həm də qoşma kimi olur. Bənzətmə, məsafə və zaman funksiyasını daşıyırsa, əvvəldəki sözlə bir yerdə qoşma olacaq. Tərlan kimi, tərlana bənzədib, göydə tərlan kimi uçmağın varmı? Bu qoşmadır. Bunu çıxırıq. Kimi dostla gəzir, kimi yoldaşla. Kimini biz kimisi ilə əvəz edə biliriksə, və yaxud da digər qeyri əvəz ilə əvəz edə biliriksə, bəzisi dostla gəzir, bəzisi yoldaşla, bəli, bu qoşma deyil, əvəzlidir. Sənin kimi şair hanı bənzədib, yəli haldan sonra gəlibsə avtomatik bənzətmə qoşmasıdır. Kimi mükafatlandırmaq lazım? Bəzən sual əvəzli olan kim, tərsli halla bir yerdə kənardan kimi formasında görünə bilər və bu da qoşma deyil. Sən kimi çağırırsan, bu da eyni məqam. Kim sual əvəzli, üstə gəlinsin, tərsli hal şəkilsi və bu da qoşma məqamı deyil. 2, 4 və 5 doğru cavabdır.